Sonra 7-incisi möhtərəm qardaşlar, təfrici kurbətən an mümin, bir müminin, bir insanın, bir müsəlmanın çətinliyini aradan qaldırmaq. O da Rəbbimizə ən sevimli olan əməllərdən birisidir. Çünki dünyada hər bir insanın sıxıntısı olur. Və bir insan sənin çətinliyinə yardım etdiyi zaman həqiqətən sənə xoş gəlir. Sən sevinirsən, sən rahatlaşırsan. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim bir müminin, bir insanın işini asanlaştırarsa, Allah subhanehu ve teala kıyamet günü onun işini asanlaştırar. Sonra möhtərəm qardaşlar, 8-incisi ədəul əmanəti və sıdqil hadith və husnul civar yuhibbuhullahu azza və cəl. Gözəl, düzgün danışmaq, yalan danışmamaq və husnul civar, yəni ətrafında olan insanlarla gözəl davranmaq. Bunlar da Allah subhanehu ve teala'nın razı qaldığı və sevdiyi əməllərdir. Ədəul əmanə, əmanəti yerinə gətirmək. Və sonra 9-uncusu əhabbul kəlami ilallah, Allaha ən sevimli olan, razı qalan kəlamlardan, zikirlərdən birisi də Subhanallah velhamdülillah və la ilahə illallah və Allahu ekber. Bu zikri də mümin çox tələffüz etməlidir, çox xatırlamalıdır ki, Allah subhanehu ve teala bütün nöqsanlardan münezzəhdir və həm də ona məxsusdur. Və la ilahə illallah, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Vallahu ekber və Allah ən böyük. Görün, zikir qısa bir cümlələrdən ibarətdir, ancaq böyük bir mənası var. Ona görə hər zaman mümin bu zikri xatırlamalıdır. Bu da Rəbbimizə sevimli olan gözəl əməllərdən birisidir. Və sonuncusu möhtərəm qardaşlar, 10-uncusu əhabbul ibadi ilallahi əhsənuhum xuluqa. Allaha ən sevimli və ən xoş olan insanlar o kəslərdir ki, gözəl əməl, gözəl əxlaq sahibləri. Gözəl əxlaq müminin tacıdır möhtərəm qardaşlar. Əgər bir insanın gözəl əxlaqı olmazsa, onun heç bir payı olmaz. Xeyirdən heç bir payı olmaz. Ona görə İslam dinində ən gözəl buyurulan, bizlərə tövsiyə olunan xeyir əməllərdən birisi də gözəl əxlaqdır. Və müminin də tacıdır.